İndi keçək ikinci mövzumuza. Bunun adı nə olurdu? Sintaktik əlaqələr. Deməli, sintaktik əlaqələr. Sintaktik əlaqənin iki dənə növü var uşaqlar. Deməli, birincisi olacaq tabesizlik əlaqəsi. Tabesizlik əlaqəsi. İkincisi de olacaq, deməli, tabelilik əlaqəsi. Tabelilik əlaqəsi. Tabelilik əlaqəsi. Tabesizlik əlaqəsini harda axtaracağıq? Bax, birinci onunla başlayaq. Tabesizlik əlaqə sözünü yazdım çünki lazım olacaq bizə. Əlaqəsi. Bu da əlaqəsi. Deməli, tabesizlik əlaqəsinin ox işarəsi, oxlarla göstərilir burada. Hansı söz hansı sözə tabedir, tabe deyil. Yəni bu cümlədə mütləq sintaktik əlaqə var. O cümlə yoxdur ki, orada sintaktik əlaqə ola bilər. Bir sözlü cümlələrdə sintaktik əlaqə olmaz. Amma ən azı məsələn deyək ki, iki sözlü cümlədirsə, əsas nitq hissələrdən ibarət olan cümlədirsə, iki sözlü. Onda mütləq orada var, sintaktik əlaqə var. Sintaktik əlaqə odur ki, sözlər bir-biri ilə məna əlaqəsi yaradılır cümlə daxilində. Deməli, bu tabesizlik əlaqəsində işarəsi budur. İki tərəfli ox işarəsi ilə göstərilir bu. İndi bu harada axtaracaq bu tabesizlik əlaqəsini? Birinci axtaracaq bunu həmcins üzvlər arasında. Həmcins üzvlər arasında olur bu. Həmcins üzvlər nədir? Sadalanan cümlə özləri. Eyni suala cavab verən cümlə özləri. Kitabı, qələmi yerə qoydu. Masanın üzərinə qoydu. Nəyi qoydu? Masanın üzərinə. Kitabı, qələmi. Bax, nəyi sualına cavab verən iki dənə söz görürəm cümlədə. Deməli, orada nə var? Həmcins üzvlər var. Məsələn, deyirəm ki, atamı və deməli, və anamı xatırladım. Baxırıq bura ki, deməli, kimi xatırladım? Atamı xatırladım. Kimi xatırladım? Anamı xatırladım. Və iki söz bir-birinə asılı deyirlər. Bərabər hüquqludular. Bərabər hüquqludur. Və bu sözlər arasında, ikisinin arasında tabesizlik əlaqəsi var. Bunlar nə sayılır? Həmcins tamamlıqlar. Həmcins odur ki, ümumiyyətlə gələn dəfə kimi özlərimizdandır. Eyni suala cavab verən cümlə özləri. Eyni suala cavab versin, başqa suallar yox. Məsələn, tamamlıqda var ki, vasitəli, vasitəsiz. İki dənə tamamlıq işlənir, biri vasitəlidir, biri vasitəsiz. Biri kimi suala cavab verir, biri kimə suala cavab verir. Onlar o sayılır. Deməli, eyni suala cavab verən sözlər arasında olur. Tabesizlik əlaqəsi. Sonra B. Harada olur, ona baxaq. Deməli, həmcins üzvlər arasında dedik, bir də tabesiz mürəkkəb cümlənin tərəfləri arasında olur. Deməli, tabesiz mürəkkəb cümlənin tərəfləri arasında. Mürəkkəb cümlə arasında. Cümlə arasında. Tabesiz mürəkkəb cümlə arasında. Deməli, bu tabesiz mürəkkəb cümlə arasında necə olur? İki dənə cümlə olmalıdır mütləq orada. Özdə ki, tabeli yox, tabeli gələn dəfə kimi özlərimizdən. Amma indi elirsiz birini yapın deyə bura. Məsələn, deyir ki, oxudum. Deməli, dinləmədin. Dinləmədin. Deməli, iki dənə cümlə var burada gördüyünüz kimi. Və bu cümlələr bir-birinə tabidir. Çünki mən oxudum, sən dinləmədin. Ayrı-ayrı məsələli cümlələrdir bunlar. Və bu ikisinin arasında nə var? Tabesizlik əlaqəsi var burada bu iki söz arasında. Yaxşı. Deməli, bunu belə yadda saxlayacağıq. Üzrlü sayılır. Deməli, davam edirik. Tabesiz mürəkkəb cümlənin arasında olur dedik. Bunu bir də üç dənə yerdə olur. Söz birləşməsinin aslı tərəfində ola bilər. Bax, buraya yazaq ki, söz əgər sadalama varsa, birləşməsinin aslı birinci tərəfdir. Birləşməsinin aslı tərəfində. Aslı tərəfində. Məsələn, siz yazaq, sadalanan birinci tərəflər var, aslı tərəflər. Məsələn, yazıram bura ki, kitab qələm
satışı oldu. Bax, qələmin satışı. Bax, aslı tərəfdə bu. Qələmin satışı. Bax, söz birləşməsi deyil. Onu da bax, kitabın satışı. Yeni şeydir. Yəni, aslı tərəf, birinci tərəflərdə sadalanma olur da, 2 dənə, 3 dənə söz olur, bəlkə olsun. Orada da tabisilə əlaqəsi var, 2 dənə söz arasında. Belə yadda saxlayında, bax, bunları deməyizik. Sadalanan sözlər arasında nə olur? Nədir? Amma eyni suala cavab verən sözlər arasında tabisilə əlaqəsi olur. Sual da belə düşür ki, hansı cümlədə sintaktik əlaqənin hər iki növündən istifadə olunub? Bu birisi onsuz da olacaq. Bu heç. Cümlələrin əksəriyyətində bu var. Siz nə axtaracaqsınız deyə bunu axtaracaqsınız. Cavab, düzgün cavab, çox vaxt da etmək lazımdır sualda. Tabesizliyi tap, cümlədə də sənin üçün cümlə yazılıb. Bu birisi onsuz da var. Hə, orada da düzgün cavab. Anladıq? Bunu da keçəcək indi, bunu da baxarıq qaydalarına. Yaxşı, bunları yekunlaşdırdıq. Bunları yekunlaşdırdıq. Buradan ikinci səhvə qalsın. Yazar bura tabelilik əlaqəsi. Sintaktik əlaqə. Deməli, ikinci olacaq burada tabelilik. Tabelilik əlaqəsi. Bunun 3 dənə növü var. Deməli, indiki proqramımızda bir dənə növü var indiki nəsil. Amma bizə 3'ü də lazımdır olar. Çünki biz əgər daha dəyərinə bilmək istəyiriksə, əlindən deyəndə ki, bununla bağlı düşən sualı 100% yazmaq istəyirsə, 3'ünü də bilməliyik əvvəlki qaydalara əsas. Deməli, birincisi, uzlaşma əlaqəsi indi var. Bir dənə qalıb. Deməli, uzlaşma əlaqəsi. Tək-tək keçəkdə var. İkincisi idarədir, üçüncüsü yanaşmadır. Tək-tək keçəkdə var. Uzlaşma əlaqəsində ox işarəsi, bir dənə bunda fərqlidir ox işarəsi. Deməli, ikinci söz birinci sözə tabi olur. Amma o birlərində isə, idarə və yanaşmada isə həmişə birinci, ikinciyə tabi olur. Bir dənə bunda fərqlidir ki, ikinci söz birinci sözə tabi olur. Yəni, biz söz birləşməsi kimi öyrəndiyimiz əsas söz aslıya tabi olur. Uzlaşmada belədir. Uzlaşma əlaqəsi harada axtaracağıq biz? Deməli, onları yazıq bura. Çox çətinə düşürmək üçün. Mübtəda xəbər arasında. Mübtəda və xəbər arasında. Xəbər arasında. Məsələn, deyirəm ki, Rasim filmə çəkildi. Çəkildi xəbər. Kim çəkildi? Rasimlə nə olur? Mübtəda. Və xəbər həmişə uzlaşma əlaqəsində. Bax, bunu yazmışım usta, mübtəda xəbər arasında. Xəbər mübtədaya tabi olacaq uzlaşma əlaqəsinə görə. Oraya yazıram uzlaşma. İkinci söz birinci sözə tabi olur. Bax, qaydasını belə göstəririk həmişə. Sonra, ikinci isə, deməli, bunu ayrı-ayrı yazacağım. İkinci növ təyin söz birləşməsinin tərəfləri arasında. İkinci növ təyini söz birləşməsi arasında. Sonra axırıncıda da bunlar, əksinə bunların ikisini birlikdə yaza bilərdim, ikinci və üçüncü növ. Çünki ikisini birlikdə yazanda biraz uşaqlar birinə baxır, birinə baxmır. Ona görə ayrı yazıram bunlardan. Deməli, üçüncü növ təyini söz birləşməsi arasında. Yazar hərəsinə aid bir söz birləşməsi. Bax, məsələn, oraya yazıram ki, məsələn, deyirəm ki, film səsi. Bax, film səsi. Qeyri-müəyyənlikdə olmalıdır birinci sözdə. Filmin səsi. Bu ikinci növdür. Deməli, bu söz buraya tabidir. İkinci söz birinciyə tabidir. İndi bunu yazaq, indi üçüncü növdə yazaq bir dənə. Deyək ki, uşaq arabası. Uşağın daha doğrusu. Uşağın arabası. Üçüncü növdür, bəli, üçüncü növdür. Deməli, araba sözündən, uşaq sözündən bir dənə oxşarsa apardı, yazıq uzlaşma. Bu uzlaşma
uzlaşma əlaqəsini burada axtarırıq. Tapmaq istəyirsiniz ki, bu cümlədə uzlaşma əlaqəsi var, yoxsa yoxdur. Onda bax bu üç dənə məsələdən birini axtaracaqsınız. Mübtəda xəbər var, təhlil edəcəksiniz. Hə, mübtəda xəbər varsa bir uzlaşma da var. Bir dənə uzlaşma var orada. İkinci növ tapdın, hə bir dənə uzlaşma da orada. Üçüncü növ tapdın, biri də orada. Bax, başqa yerdə yox. Başqa yerdə uzlaşma əlaqəsi ola bilməz. Uzlaşma nədir? Uzlaşma odur ki, baxın onun adına baxaq, uzlaşma. Uzlaşır, uzlaşmır. Uyğun gəlir, uyğun gəlmir. Bir söz başqa sözə şəkilçi baxımından düz gəlməlidir. Məsələn, mən sözü işlənir mübtəda yerində, xəbərdə mütləq mənə aid olan şəkilçi işlənməlidir. Uzlaşmalıdır yəni mənimlə. Mən gedirsən olmaz. Nə olmalıdır? Mən gedirəm olmalıdır. Yəni uzlaşmalıdır da bir-birindən bu ikisi. Burada da həmçinin yazmışsan ki, uşağın arabadan, elə olmaz axı. Tələb edir ki, orada mənsubiyyət olsun. Yiyəlikdir o. Yəni uzlaşma məhz budur yəni. Uyğunlaşsın bir-birinə bu ikisi. Başa düşdünüz? Ona görə də bunun adı belə uzlaşma əlaqəsi adlanır. Sonra keçirik indi ikinci əlaqəmizə, deməli idarə əlaqəsi. Bunu da bunlara yazmısınız? Yes. Aha, idarə əlaqəsi. Deməli ikinci B yazarıq da idarə əlaqəsi. Bunun qaydasını yazıram. Deməli, əsas sözün tələbi ilə aslı sözün ismin izah edin yazın. İsmin adlıq halından çıxıb başqa hala keçməsinə idarə əlaqəsi deyilir. İdarə əlaqəsi deyilir. Bəli. İndi bu qaydadır, kitabda olan vəziyyəti. Bunu da belə deyirəm sonra ki, adlıq haldan başqa hansı hal tapmışsınızsa cümlədə, orada idarə əlaqəsi var deməli. Adlıq haldan başqa. Yiyəlikdə olsun, qeyri-müəyyən də olsa sayılır, müəyyən də olsa sayılır. Təsirli, çıxışlı, nə tapmışam? İndi bir dənə cümlə yazaq, baxın görün orada var mı bu? Deyirəm ki, məsələn, komanda yarışa hazır idi. Xəbər hansıdır? Hazır idi. Nəyə hazır idi? Komanda mübtəda. Nəyə hazır idi? Yarışa. Sabah bu yönünü görürsünüz burada. Deməli bu da tamamı olur. Və idarə əlaqəsində, bir də yanaşma əlaqəsində uzlaşmadan fərqli olaraq birdən ikiyə doğru gəlir. Mübtədadan. Hə, yəni mübtəda xəbər sonra uzlaşma olmuş o heç. İdarə olmur, uzlaşma olur. Amma birinci sözdən ikinci sözdə olur. Onu belə yazsaq. İndi biz baxırıq ki, bunun qaydasına bax, əsas sözün tələbi ilə, əsas hansıdır bu? Bu da əsas. Bunun tələbi ilə, bu tələb edir ki, bu yarış A şəkilçisi qəbul eləsin o. Məsələn, komanda yarışdan hazır idi olmaz axı. Düzdür? Komanda yarışımız hazır idi də olmaz. Və bu tələb edir ki, buradakı yönlükdə olsun. Burada da qaydadır ki, tələbi ilə, əsas sözün tələbi ilə, əsas söz budur. Və yarış sözü, yarışa sözü hazır idi xəbərinə tabi idi idarə əlaqəsinə görə. Qısa qayda kimi necə dedim, adlıq haldan başqa bir hal görmüşsünüzsə cümlədə, onda o cümlədə idarə əlaqəsi var. Adlıq haldan başqa. Hani 5 dənə hal görmüşsünüzsə, demək onlardan biri də. Bu harda ola bilər? Bir də qısa tez tapmaq üçün ikinci və üçüncü növ arasında ola bilər. İkinci və üçüncü növ arasında olur. Deməli, deyirəm ki, insan izi. Belə deyirəm ki, şairin andı. Baxın. İndi bax, burada mən bir dəfə ikinci növ yazmışam, bir dəfə də üçüncü növ, cümlə yoxdur heç burada. Və siz görürsünüz ki, insan sözü hansı haldadır? İnsanın hansı haldadır insan? Yiyəlik halda, düzdür? Və demişdim ki, adlıq haldan başqa bir hal varsa onda. Deməli, insan sözündən bir dənə ox işarəsi gətirir yara iz sözünə. Bu oldu nə? İdarə. İkinci növün arasında başqa hansı əlaqə olurdu? Bundan qabaq öyrəndiyimiz uzlaşma. İkinci, üçüncü növ arasında. Bir də orada nə olurdu ox işarəsi?
İkinci sözdən birinci sözə doğru. Burada da bir dənə uzlaşma yazdım. Keçirəm bura şairin andı. Eyni məsələdir burada. Yerlik haldadırsa əgər o bu. Onu getirdim bura bir idarə. Deməli. Buradan da bir dənə andı sözündən bir dənə ox işarəsi apardım uzlaşma üçün. Deməli nəticəyə gəlir ki, ikinci və üçüncü növ təyin söz birləşmələri arasında idarə və uzlaşma mütləq olur. Mütləq idarə və uzlaşma olur. Bəzi üçüncü növlərimiz var idi ki, mənsubiyyət şəkilçisi olmur onlarda. Onlarda uzlaşma yoxdur. Məsələn necə olur? Bizim sinif, sizin uşaqlar, mənsubiyyət ixtisar olanlar var idi, üçüncü növ deyilir. Onlarda uzlaşma yoxdur. Çünki uzlaşma nədir? Uyğunlaşma. Bizim sözü tələb edir ki, onu uyğun şəkilçi qəbul edilsin. Məsələn yazır bura ki, sizin sinif bax, gəldi məsələn. Cümlədir də. Üçüncü növ var cümlədə, bəli var. Deyək bu, sizin sinif. Bunlar deyək ki, birinci tərəf təyin olan üçüncü növlər idi. Burada uzlaşma əlaqəsi yoxdur. Üçüncü növ olsa belə yoxdur. Niyə yoxdur? Çünki sizin sözü tələb edir ki, burada ikinci şəxsin təkini mənsubiyyət şəkilçisi olsun. İniz. Yoxdur axı. Onun uzlaşma yoxdur burada. Bəs nə var? Bir dənə idarə var burada. Bir də yanaşma da var. Yanaşma biraz da. İdarə var. Niyə var idarə? Çünki şeydir. Yerlik haldadır o sizin sözü. Hə. Bu belə. İndi idarə əlaqəsini yekunlaşdırdıq. Keçək o birisi. Sonuncuya. Sonuncuya keçək. Yanaşma əlaqəsi. Bunları göndərərəm. Burada yazılmanı göndərərəm. Deməli, üçüncü. Axırıncı bu. İdarə yanaşma əlaqəsi. Yanaşma əlaqəsində yenə də ox işarəsi birdən idarədə olduğu kimi belə olur. Birdən ikiyə olur. Və yanaşma əlaqəsi harada olur? Sifətin sonra sayın bir də zərfin birinci növ oxşadır. Hə, birinci növ. Ay sağ ol, demək olar. Suallarına cavab verən. Suallarına cavab verən sözlər arasında. Verən sözlər arasında. Belə bir şey tapmışıqsa bilin ki, yanaşma da var orada. İndi mən yazıram bir dənə cümlə bura ki, gözəl günlər qarşıdadır. Söz birləşməsi var. Var. Birinci növ ismi birləşmə var. Sözü gözəl günlər. Və burada nə var? Sifətin sualına cavab verən sözü görürəm burada. Və buradan ox işarəsi bir dənə bura. Yanaşma. Bəs şey varmı burada? Deməli, təhlil bilimləri qarşıdadır. Nə? Günlər. Yox, heç vaxt birinci növü bütöv eləmək olmaz. Birinci tərəfində həmişə təyin olacaq. Deməli, hansı gün, necə günlər? Gözəl günlər təyin. Birinci növdə. Və baxıram ki, mübtəda xəbər var cümlədə. Onda nə var bunlar arasında? Sintaktik əlaqələrdən. Uzlaşma. Uzlaşmada belə olur da, tərsinə bir dənə uzlaşmada fərqli idi. Deməli, 2-dən 1-ə doğru gedirdi. Burada uzlaşma yazdım. Başqa əlaqə yoxdur. Başqa əlaqə yoxdur məsələn bu cümlədə. 2 dənə əlaqəmiz var idi. Yox. 2 dənə əlaqə. Bir mübtəda xəbər arasında, bir də ki, təyin ilə mübtəda arasında olan əlaqə var. İndi keçək bir neçə bir cümlə yazmışam bura. Və baxaq görək orada sintaktik əlaqə var, yoxsa yoxdur cümlədə. Belə suallar çıxır. Hansı sözlər arasında sintaktik əlaqə var, hansı sözlər arasında sintaktik əlaqə yoxdur. Məsələn, yazır bura ki, Azərbaycan idmanı inkişaf etməkdədir. Bax yazın burada. Nə etməliyəm? Sintaktik əlaqə mütləq təhlil etməliyik yəni. Əgər təhlil eləmiriksə, məsələn necə ki, nütq hissəsini tapmaq üçün sözü bir baxırıq, təhlil edirik, burada da elədir. Etməkdədir, yox, inkişaf etməkdədir, ikisi birlikdə, deməli mürəkkəb feil kimi. İnkişaf etməkdədir nə Azərbaycanın uzlaşma?
Aha, bax, bax, söz birləşməsini görürük. Azərbaycanın idmanı. Düzdür, ikinci növ olur? Olur. Azərbaycanın özündən artıramağı. Yəni bu mübtəda da burada oldu. İndi burada sintaktik əlaqələr var. Və nə edəcəm? Uzlaşma hardadır? Xəbərdən mübtədaya doğru bir dənə oxşarısını apardıq. Deməli, burada yazdıq uzlaşmanın birini. Sonra, indi burada nə görürük? İkinci növ görürəm. İkinci növdə nə olurdu? İdarə uzlaşma. İkinci və üçüncüdə mütləq idarə uzlaşma olur. İdarəni göstərmək istəyirəm. İdarəni göstərirəmsə, bir dənə buradan getirdim bura, oxşarısını və buraya yazdım idarə. Uzlaşma da var burada. Var. Deməli, bir dənə də burada uzlaşma. İkinci növdə axı. Və sintaktik əlaqələri göstərdim. İndi nömrə qoyub sözlərsən. 1, 2, 3 olsun. Deməli, deyir ki, hansı nömrələr arasında sintaktik əlaqə yoxdur? Yoxdur. Hə, yox. Biz necə tapacaqsınız bunu? Heç daha baxacaqsın ki, hansı sözlər arasında əlaqə yoxdurlar. İdmana inkişaf. Yox, elə yox. Bu tek deyil, ikisi birlikdə. Deməli, bu həmişə əsas tərəf onun əlaqə. Bax, Azərbaycanla inkişaf etməkdədir, arasında əlaqə yoxdur. Fikir versiniz, Azərbaycan inkişaf etmir, idmanla inkişaf edir. Və burada siz 1 ilə 3-ü götürə bilərsiniz ki, bunlar arasında sintaktik əlaqə yoxdur. Məsələn, bir dənə yazırıq ki, kitab oxuyanda, nömrə qoyacağım sözlərdən, oxuyanda, deməli, bu fikirlər yadına düşdü. Deməli, baxırıq ki, burada yadına düşdü frazalı birləşməmiz var. Düzdür? Bunu xəbər götürdük onda. Nə yadına düşdü? Nə yadına düşdü? Fikirlər yadına düşüb. Düzdür? Mübtəda. Hansı fikirlər yadına düşüb? Bu fikirlər təyin. Sonra nə vaxt yadına düşüb? Kitab oxuyanda birlikdə feil bağlama, tərkibi, zərflik vəzifəsində olur. Nə vaxt sonra gəlir. İndi baxırıq görək ki, burada nömrə qoyulub da deyək sözlər arasında. 1, 2, 3, 4 və 5. Birinci növ feili bağlama qabağında olmur. Birinci növ yox, təyin olur. Təyin. Təyin feil belirtmə qabağında olur. Baxırıq ki, burada şey yoxdur, təyin yoxdur. Deməli, kitab oxuyanda, kitab hansı haldadır? Artıra bilirəm özümdən. Kitabı oxuyanda. Olur kitabı oxuyanda. Hansı halında idi? Təsirli. Deməli, mən də dedim ki, əgər adlı haldan başqa bir hal tapmışıqsa, orada idarə əlaqəsi var. Deməli, mən kitab sözü ilə oxuyanda sözü arasında görəm əlaqə var. Onda buradan buraya bir oxşarisi və burada nə yazacağım? İdarə. Sonra, oxuyanda sözünü baxıram ki, hara aiddir? Oxuyanda sözü ilə fikirlər sözü arasında əlaqə var? Yoxdur. Və belə suallar ki, hansı sözlər arasında əlaqə yoxdur? Nömrə qoyulur sualın üstündə. Yadda düşdü olan. Yadına düşdü. Bax, bunlar arasında ikisinin arasında əlaqə var. Nə əlaqəsi var bunlar arasında? Tabesizlik, tabelilik. Tabesizlik əlaqəsi yoxdur, tabelilik əlaqəsi. Tabelilik, tabesizlik hansı sadalanan sözlər arasında. Nə əlaqəsi var tabeliliklərdən? Mübtəda xəbər arasında nə olurdu həmişə? Uzlaşma. Bəli. Uzlaşma. Baxaq görüm. Sifətin sualına cavab verən sözlər arasında nə olur? Sayın sifətin axırıncı keçdiyimiz nə idi? Yanaşma. Buradan yanaşmada bir dənə oxşarsı belə. Yanaşma yazdım bura. Sonra davam edirəm. Oxuyanda sözü hansı sözə tabi düşərlər? Oxuyanda yadına düşdü. Oxuyanda yadına düşdü deyirsən. Nə vaxt yadına düşüb? Bax, oradan bilin. Deməli, zərfin suala cavab verir də, nə zaman? Düzdür, yadına düşüb. Onda burada yanaşmanın biri də burada. Bir dənə buradan mı getirdim oxşarısını bura. Burada da bir yanaşma. Yanaşma. İndi baxım, hansılar arasında əlaqə yoxdur, nömrələrini götürüm. 3. Yox, 3 ilə nə arasında? 2-3 arasında var əlaqə. 3 ilə 1 arasında. Yox, olmur. 2 ilə 4 deyil oxuyanda. 2 ilə 4 arasında. 2 ilə 4 arasında var. Oxuyanda fikirlər, düz deyirsən. Orada əlaqə yox. Deməli yazıram bura ki, 2 ilə 2 və 4. Sonra nə ilə arasında əlaqə? 1 ilə 3. Ay, sağ ol. Kitab bu. Yox da əlaqə burada arasında. 1 və 3. 2 ilə 3 oldu. Kitab yadına düşdü. Kitab. Ay, sağ ol. 1 ilə 5. Ay, sağ ol. 1 ilə 5.
Və belə suallar olur. 1 və 5 başqa var. Əlaqə olmayan. Sonra başqa. 2-3 olur. Bu 2-3 oxuyanda bu. Ay, sol. 2-3 yanlışam? Yox, düz deyirsən. 2-3. 2 və 3. 3'den 5 mesela. Kitab bu arasında əlaqə yoxdur. Belə söyləyək. 3'den 5 alır. 3 Bu ilə 5 yanlış. hansı? 3. Bu yadına düşdü. Düz deyirsən. Təyin arası. 3 ilə 5. Söz. 3 və 5. Belə suallar olur. Hansı sözlər arasında əlaqə yoxdur. Bax, nömrələr də belə verilir sizin üçün. Bir də 4 dənəsi verilir, hansılar arasında əlaqə varsa onlar. Bir dənəsi verilir, əlaqə aidiyyətsiz olan məsələdə, yəni heç bunlar arasında əlaqə yoxdur. Belə tapacaqsınız olar. Bu cümlədə tabiçilik əlaqəsi var? Tabiçiz deyil, yox. Yoxdur. Sadalıq. Sual düşsə əgər ki, sintaktik əlaqənin hər iki növündən istifadə olunub, götürmək olar yoxsa yox sualı? Yok. Yox, götürmək olmaz bu cümləni. Çünki burada tabiçilik yoxdur. Sadalığın olsaydı götürmüyor. Bəli, yaxud da mürəkkəb cümlə olsaydı tabiçilik üçün, yəni götürmək olardı. Deməli, sintaktik əlaqənin ən axırıncı bir var, nə deyək, sual tipi var. Onu da deyim sizə. O da çıxa bilər qabağınıza. Sonra yekunlaşdırıq. Deməli, cümlə yazıram burada. Deyirəm ki, şəhər əhalisi bundan xəbərsizdir. Və sual yazıram bura. Sintaktik bizim nömrələr var. 1, 2, 3, 4. Sintaktik əlaqə baxımından həm əsas Hem bundan ok çıksın hem de. bəli, həm şey deyiləm. Həm əsas, Bakmışam videolara. həm də belə sual olur. Həm də aslı tərəfdir. Aslı tərəfdir. Və nə edirik? Cümləni təhlil etməliyik. Təhlil etməliyik, sintaktik. Deməli, xəbər hansıdır? Xəbərsizdir. Xəbərsizdir nə? Kim? Kim xəbərsizdir? Şəhər əhalisi ikinci növ. Düzdür? İbtida vəzifəsində. Nədən xəbərsizdir? Bundan. Bundan tamamlıqdır. Gələn dəfəki dərsin üçün özləri artıq da indi həll etdik. İndi baxaq ki, burada nə var? Habersiz. Bir də oxşarlarını göstərək. Oxşarlarını göstərək burada. Bu rəngin də şimdi qırmızı seçilsin. Deməli, burada ikinci növ görürəm. 2 dənə əlaqə olacaq burada. Şəhər əhalisi İdarə var. fakir. İdarə bir də uzlaşma. Düzdür? Oxşarısın bir dəfə belə. Bir de filan bir sürü. Bir dəfə də o aşağıdan göstərəcək. Bu idarə olsun. Bir dənə də buradan götürdüm, buraya apardım. Buna da yazdım yanaşma. Yanaşma demək, üzr istəyirəm. Uzlaşma. 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 Sonra keçirəm bura. Şəhər əhalisi əsas tərəfindən. Əhalisi xəbərsizdir. Xəbər mübtəda arasında nə olurdu? Uzlaşma. Uzlaşma. Onda xəbərdən bir dənə apardım oxşarisi bu əhalisi sözünə doğru. Burada nə yazdım? Uzlaşma. Hal şəkilçili sözlər arasında nə olurdu? Hansı əlaqə olurdu? İdarə. İdarə. Deməli, buradan da bir dənə apardım buraya. Yazdım idarə. Deməli, burada yazdım idarə. İndi baxaq, başqa nə göstərmədiyimiz var? Burada əlaqə var, amma göstərməmiş oxunu. Məncə yox, yanlış çıxansın. Düzdür? İndi baxın görək ki, bax, suala baxın, sintaktik əlaqə baxımından həm əsas, həm də aslı tərəfdir. 2. Hansı sözə həm ox gəlir, həm də özündən ox harsı gedir başqa sözə? İkini götürmək olar. Həm özünə ox gəlir, həm də özünə ox gedir orada. İkini yazdım cavab kimi. Sonra baxın görək. Başqa var mı? Həm özünə ox gəlir. Xəbərsiz. Yok. Xəbərsizdir. Bax, özünə gəlir oxşarisi, özündən də mübtədaya gedir oxşarisi. Şəhər de var da. Şəhər də var. Şəhərdən əhali geliyor. Bəli, şəhər də var. Onda bunun qabağına yazaq da elə biri. 1, 2, 2, 4. bir də 4. Aferin. 1, 2, 4. Bu 3-dən heç yerə getməyib, gedir amma özünə gəlmir Gedib oxşarisi. özünə gəlmir. Bax, cavab olur. Sual tipini görən kimi belə bir şey yadda saxlayın ki, budur. Belə eləmək lazımdır. Oxşarlığını göstərirsən sintaktik və düzgün cavabını göstərsən o saat. Yaxşı. Sintaktik əlaqə haqqında bu qədər. Gələn dəfə sınavına davam edək.